Bu videoda Bakıda olan ucuzdan bahalıya dönərlərin dadına baxacağıq. Qiymətinə görə hər birini 10 üzərindən puanlayacağıq. Videoda 1 manatlıq dönər də var, 15 manatlıq dönər də. Xoş izləmələr. Hal-hazırda Bakıda tapdığımız ən ucuz dönərin qabağındayıq. Dönər 1 manat 50 qəpikdir. 50 qəpik ayranı nəzərə alsaq 1 manata da. Səncə necə olacaq Vüqar? Məncə dadlı olmayacaq. Öz fikrim. Çünki 1 manata dönər nə bilim 10 il əvvəl desəm bomba idi. Onda gedək baxaq. Sən münasib qiymətə dönər burdadır deyə səndən bir dənə dönər istəyirik. Verim də. Hə, zəhmət olmasın. Çox sağ ol abi. Mənim əlimdə kupon var deyə uşaqlar Vüqar mənə yedizdirəcək. Ayran yoxdur yanında. Soruşuram xatala, bir dənə soruş da. Simeşfə deyə ucuzdan soruşsun. Simeşfə. 3 dənədir. Simeşfə. Abi ayran. Yanında ayran var. Çox sağ ol qardaşım. Bizim üstsüzdür uşaqlar. Üçüncü bir nəfər tapırıq ki, bunu açsın. Qardaşım mənə kömək elə bir dənə ayran açsın, amma üstümə zadıma dağıtma da. Nə olar? Bax cəmaət var. Bir abır soruyor. Allah bizi bir abır eləyəcək. Mən də bir 50 dönərə görə çox zordur. Gəl qardaşım. Ayında kupa var. Mən almaqla. 10 üzərinə neçə puan verirsən? Valla qardaşım biz 10 üzərinə puan verir. Qardaş bizə eşitmir ki. Qiymətinə görə 6. Məsələn, məncə 9 uşaqlar, 9. 7. Hava ilkin bizi vaxtda 7. Bizə gedirik dönər yeməyə. İlkin gedir özü bahalı dönər yeməyə. Bizə kim adıq? Kim adıq? Bizə bir də abi mayonezi bol toyuq dönəri. Toyuq başa qarşı. Burada qarşı özəlliyi də var. Qarşı. Hə. Qarışıq eləyə. Qarışıq nətər olur mən yemək. Qarşı çox dadlı. Çox sağ ol abi. Yarısı sənin, yarısı da mənim. Yox, yarısı mənim, yarısı mənim. Yarısı sənin, yarısı mənim. Yarısı mənim, yarısı Hamısı mənim. Sosu çox qəşəngdir ilkincə. 2 manat 50 qəpik verir. Mən hələ yeməmişəm. Hələ qəşəng gəlir. Şöyle bir şey deyim. İlkin getdim bahalı dönər yeməyə. Ben buranı çoxdan bilirəm. 5 ildə oxuyuram da burada universitetdə. 5 ildir bura gəlirəm. Bakıda bundan bahalı ucuz fərqi yoxdur. Bundan o tərəfə dönər yox. İlkin 10 manatlıq dönərdə bu dad alamayacaq. Alamayacaq. Sən ol. Qarışıq bu arada çox qəşəngdir. Gəl puan verək. Mən qarışığı 3 dəfə yedim. 10 üzərindən 10 həqiqətən. 10 üzərindən 9 soruş niyə? Niyə? Az idi. Bununla böldüm. Doymadım. Amma belə 10 üzərindən 100 bura. Mən yəni Bakıda bundan o tərəfə dönər yox. Axıra qədər cavablayam. Axıra qədər yox, amma yediyim dönər çox ləzzətlidir. Qarışığı 3 dəfə yedim. Yaxşı qarışıq deyirəm. Ağzımın dadını bilərsən bura. Bura sən də ağzımın Bu dəqiqə Hatay üsulu dönər yeməyə gəlmişik uşaqlar. Qiymətləri bilmirəm. Zaten bu videoda getdiyimiz dönərxanalarda qiymətləri bilmirik. İçəri girəndə öyrənirik. Gedək görək burada dönər neçədir. Bu videoda hər növ dönərlərin olmağını istəyirəm deyə dedim Hatay üsulu da yeyək. Gedək oturaq menyuya baxaq. Sonra sifarişimizi verək. Gözləyin Sadiq bəy, sizin stolu çəkim. Oturun. Hadi uşaqlar, baxaq görək dönərlərin qiyməti nə qədərdir. Və məncə Antakya üsulu yeməyək, Adana üsulu yeməyək. Burada hər üsul dönər hazırlayırmış. Hatay üsulu dönərin mini standart mega zurnası var. Zurna dönər necə olur ki, Sadiq? Bir də mənə göstərə bilərsən. Belə bir şey olur. Zurna sözünə həyatımda heç vaxt eşitməmişəm, amma musiqi aləti adına oxşuyur. Musiqi aləti vibe verir. Zurna belə. Məncə standart sifariş eləyək. Standart götürək, bir dənə götürəm, Sadiq eləmə olmaz. Abi Hatay üsulu toyuq dönər sifariş eləmək istəyir. Nə qədər? Standartın ölçüsü 100 qram. Tamam, onda zəhmət olsa bir dənə standart. Bir dənə. Ona olmaz. Bu videoda sizə dönərlərin neçə dəqiqə hazırlandığını da göstərəcəyik. Sifariş elədiyimiz saat 17:06-dır. Görək neçə dəqiqə hazır olacaq. A few moments later. Uşaqlar, gördüyünüz kimi dönərlərimiz gəldi. Bu gün çox dönər yeyəcəyik deyə, hətta yemişik deyə. Bir dənə alırıq, partlayırıq çünki yarısı Sadiqin, yarısı mənim. Heç bilmirəm Sadiqə verərəm, çox tatlı. Əllərimizi spirtləyək birinci. Pul qoy. Al əlimizi xərcləyərsən. Əllərini aç Sadiq. Həyatda ən sevdiyim videolar yemək videolarıdır uşaqlar, çünki qarnım doyur. Həm qarnım doyur, həm video çəkirəm. Siz də izləyirsiniz, canımsınız mənim, like atın. Vay, dağıldı. Ayda. Telefonu niyə qabın içinə qoymusan ki, sən ümumiyyətlə? Qardaşım telefonumdur. Nəsə, çox açmıram. Dağılır altından. Çünki açdı. Özüm ömdürəm. Xəmir biraz az çeynənir, amma geç. Çox dadlıdır. Sosu falan çox dadlıdır. İçində gördüyüm qədər duzluq yer var, kartof fri var, ət var. Uşaqlar, mən buna 10 üzərindən 7 verərəm. İçindən olduğunu uşaqlar mən bilməm, hazırlama kadrını gördünüz, siz içindən olduğunu görəcəksiniz. İndi bir dənə Sadiq də dadına baxsın. Son dişlərimi alıram. Hadi Sadiq bəy, dönərimizin dadına baxın. Bu nədir Allah? Sən niyə öz dönərin üstünü örtmüsən? İtçi adam mən sənin üçün. Nə gül də vermişəm az sənə. Mən səndən də, kanaldan da bir xeyir görmədim. Nə görmüşəmsə elə izləyicilərdən görmüşəm. Like atın uşaqlar, like. Yox, belə. Belə atmayın da, siz belə atın. Hesab hayatımızda, yəni təzə işə götürmüşük. Baxın.
Çox zordu. Nə? Acayip. Çox zordu. Nə? Acayip. 10 üzərindən 8 verərəm. Yaxşı, Sadiq çox maraqlı deyil sizə. Mən həyatda ən böyük arzum bilsən nə oldu qardaşım? Güzgüyə baxa-baxa dönər yemək. Nə olar o arzumu indi gerçəkləşdirim də. Nə olar, nə olar? Sən niyə elə bir arzun var ki? Çox böyük, ən böyük arzumdur bu həyatda. Ən böyük arzum. YouTuber olmaq deyildi, Mr. Beast keçmək deyildi. Birinci güzgüyə baxa-baxa dönər yemək, ikinci Mr. Beast keçmək. Onu da eləyək. Və beləliklə mən bu həyatda olan ən böyük ikinci arzuma çatmışdım. Dostlar, ChatGPT-dən də Bakıdakı bahalı dönərlərdən hansını məsləhət gördüyünü soruşanda buranı məsləhət gördü deyə mən də bura gəldim və dostlar gəlib oturduq, menyumuzu istədik. Menyu məncə dönərxanalarda ola biləcək ən yaxşı menyudur, çünki bu gün menyusu olmayan yerlərə belə getdiyimizə görə bu çox xoşuma gəldi. Dostlar, çox fərqli bir şey yemək istəyirəm, çünki video boyunca adi dönərləri yedim deyə. Mənə ən fərqli gələn Berlin dönər çörəkdə, çünki bu videoda getdiyimiz heç bir dönər yerində Berlin dönər deyə bir dönər adı eşitmədim. Ona görə ondan sifariş verəcəyik yəqin ki. Abi bir söz soruşum. Berlin dönəri ilə bizim adi dönər arasında nə fərq var? Adi dönerin içinde pomidor, xiyar, mayonez olur ama bunun içinde ise sos, pendir olur, nar şarap olur, kələm olur. Yəni belə fərqlər olduğuna görə, yəni də qramajların fərqi var. Tamam, çox sağ ol abi. Qiyməti uşaqlar 8 manatdır, 60 qramı, 80 qramı 10 manat, 100 qramı 12 manat, 120 qramı 14 manatdır. Bu 80 qram idi uşaqlar, yəni 10 manatlıq dönər idi. Dostlar, bu videoda aldığımız bütün dönərləri ikiyə bölmüşük, çünki Sadiq də adamdır ona görə. İçinə bir dənə özüm də baxım. Çox dolu görsənir. Bu video boyunca çox kökəldim deyə kolanı zero içəcəm bundan sonra. O içi o qədər doludur ki, götürəndə tökülür. Mən uşaqlar adi dönərlər arasında çox fərq eləyir. Çox fərqi var. Biraz arada da ağzıma şey dadı gəlir. Kərəm soyuqdur, ət istidir. Sadiq də dadına baxsın, sonra 10 üzərindən puan verəcəm. Uşaqlar için yedi. İndi mən başlayım görüm necədir. Bir dənə ASMR elə bizə çörəklə. Çox zordur da, yəni. Digər yedim dönərlərdən fərqlənir də. İlk dəfədir mən də yeyirəm Berlin dönər. Yəni həqiqətən çox xoşuma gəldi. Bəs səncə 10 üzərindən neçə? 10 üzərindən 8-10.5 verərəm mən. Mən də razıyam səndən, eyni puan. Hal-hazırda uşaqlar bu videodakı ən bahalı dönəri çəkəcəyimiz yerdəyik. Ancaq brat. Axır ki o an gəldi çatdı. Axır ki o an gəldi çatdı. Bahalı dönəri izləyəcəksiniz, görəcəksiniz necə olur. Qatıqla. Nə gedər. Çörəklə. Yəni bu videoda bundan əvvəlki dönərlər kimi çörəkdə deyil də İskəndər dönər sifariş eləyəcəyik. Və sizə bir şey göstərmək istəyirəm. Elə kamera çəkə-çəkə gördüm. Sadiq bu videonu çəkəndə qarın buraxdı inşallah. O qədər dönər yedi ki, kökəldin ha. Nə demək istəyirsən? Dəhşət yemişəm. Anca dönər. Bir ay dönər yemərik də yəni. Sən 5 dənə bir oturuşa yeyən adamsan. O videonu da gedib YouTube'dan izləyə bilərsiniz. Geçən dəfə bizi ucuz dönərə göndərmişdi. Ay dedim yazığın gəldi çağırdın sən bağlıya. Mən də qasa-qasa gəldim. Hey, evdə yatmışdı durdu gəldi bağlı dönər yeməyə. Dostlar içəri giririk. Yavaş bırak. İçəri labirint ya var, dizayn var bir dənə. Qardaşım gitara var amma ikinci mərtəbəyə çıxaq məncə. Abi şey kebablar da var Ebra. Oy da qardaşım kebablara bax. Bu dəqiqə kebab yemək istəyirəm. Sadəcə day dönər videosu tutaraq da ayıbdır da cəmaət bax. Buna başqa bir vaxt. Bu videoya 3000 like gəlsə uşaqlar Bakıdakı kebabları müqayisə edəcəyik. Analar bunu tərcümə elə deməlisin. What on earth load the more? Oha, ne diyor? Luxrios tan asofa. Yaşda baxmaya tərcümə elə. Oxu. Bok kitab deməkdir brat. Gəl oturaq tərcümə elə. Ha, coffeedə kofe deməkdir. Dostlar, qırıq kodlandır. Oxu danar. Menyudakı ən bahalını götürək. Götür qardaşım, hansını istəyirsən? Buradan uşaqlar dönərləri seçirik. Görürsünüz uşaqlar, burada dönərlər var. İskəndər toyuq dönər. 12 50 uşaqlar. Ət götürək anar toyuq. Bu toyuq olsun. Sən dana. Mən otduğuma görə istəyirəm anar istəyən götürək, toyuğu götürək. Çünki pul məndən çıxacaq ona görə. Para, money. Toyuq götürəcək. Olsun, mən də toyuq istəyirəm aslında. Yəni bir litr kola olacaq, bir də İskəndər toyuq olacaq. Yanında bu qatıq zad olur ha. Qatıq var əslində. Dönər yemədən patlayır. Tamam. Biz uşaqlar İskəndər ət yeyəcəyik indi. O da yalan. Gedəri var amma toyuq olsa. Smişfoda olsun mən. Ha, udmuşdum. Toyuq olsa daha yaxşı amma ət də gedər. A few moments later. İskəndərimiz gəldi uşaqlar. Çox istidir anar bu. 3, 2, 1. Dadan. Of. Of fidan of. Oy da bura çox qəşəng qoxusu var axı. çox qəşəng qoxusu var uşaqlar. Üstündə pomidor və biber var. Ay qatığımız var burada. Elə bizim Qatığın badımızdan üstü da bağlıdır. Bax bu çox qəşəng detaydır bax. Bax bura şəffaf blokla bağlıdır. Belə gil qabda gəlməyi. Of. Mənim vilkam yoxdur. Hazırdır. Birinci sən bax. Soyuqla alt olmuş. İstidir bırak o yanına. Aç. Uf. Sen de oradan filan. Uf.
Mən axırıncı uşaqlıqda İskəndər dönər yemişəm mən. İlkin təəssüratların, ilkin təəssüratların. İlkin təəssüratlarım biraz qəribə bir şey, ta bilmirəm. Ona görə ilkin təəssüratlarım məncə şey yaramayacaq. Mən sən bir şey demir. Kələm olmasın dadı gəlir biraz. Bizə yaxşı baxaq, qatıq vuraq. Qatıq belə vururlar ana, mən bilmirəm ha. Demək qatıq yanlar axı. Ona görə səndən soruşdum da. Mr. Bombastic, bomba fantasta. Qatıqla əladır, qatıqla əladır. Qardaşım, qatıqla əladır, bro. Çox zordur. Çox zordur, bro. Təzə saat almışam ana, necə? ne yapıyor? Qatıqla əladır, bro. Çox qəşəngdir, çox qəşəngdir. Of. Amma bu üzüyü necə taxırsan sən orayı? Qardaşım qatığla əladır. Bu peydi nədir bu? Bilmirəm. Ye bax da. Sən ol tutanmadım da nədir bu? Ha, çörəkdir, çörəkdir. Qalarım, yenə mən gəldim, yenə dənə. Bu arada ilk dəfə də İskəndər yeyirəm. Oy da sosla çox zordur. Mən indi görüm bunu çörəyin arasına qoyanda bizim o yediyimiz, birinci yediyimiz 1 manatlıq dönər kimi olacaq ya yox. Çörəyin arasına qoyma ana. Dəlidir, yaxalayın. Ət qoy. Çörəyin arasına qoydu. Çörək arası çörək yeyəcəm. Gözə görüm normal dönərin dadını verir. Ana barmaq güləş eləyirik. Uduzan bu biberi yeyir. Mən onu yemmirəm onu. Onda əl qızartma. O nədir? Belə vururuq. Anar toyuğuydu. İlkində danaydı. İndi görək toyuq qızartması olur yoxsa dana qızartması. Nə qədər komik. Sen gülünce güller açar gül pembe. Ye. Yoxu pes eləməmişəm. Əyildim bura, deyinib. Əli qıpqırmızı oldu uşaqlar. O ağrını çəkməkdənsə götürüb biber yeyərəm də. Əlimin də günə qaldı. Pes eləmədim amma. Yanırsan? Dönərimi də yeyəm. Versin. Qardaşım mən də istəyirəm, yanıram qardaşım. Ana, sözümdən öləndə ötürmə eləmir. Halal eləmədim, boğazımda qaldı. Utanıram. İndi puan veririk uşaqlar. Videonun ən bahalı dönərinə puan veririk. 10 üzərindən neçə verirsən? Belə qızarmış yeri gəldi. Həzm elə. Oydu, qızarmış yerin iyisi gəldi ağzıma. O elə. Gecə nə yemişsən ala? İlk dəfə İskəndər yeyirəm. 9 deyərəm mən. Mən də elə 9.5. 9. Amma Burak, mən kəsəcəyim bir yer tapmıram axı. Sən ev tapmıram. Biraz qiymətə görə. Qiymət. Mən qiymətdən kəsdim. Burak, Dadma söz ola o bilməz. da olmalıdır da Burak. Bundan dadlı dönər yeməmişəm. Nədən dinə? Bibarla pomidordan mən xoşlamıram belə. Xəstə onu qoyma, mən xoşlayıram. Ona görə mən özümə görə kəsdim də. Amma belə ətin dadı çox qəşəngdir. Belə sosu vapşe qəşəngdir. Məncə videoda yediyimiz ən bomba. Hər dönərxanada olanda bu cümləni dedimdə mən videoda yediyimiz ən bomba dönərdir. Budur brat. Hər gün yemərəm, amma çox qəşəngdir. Belə videoların daha çox gəlmək üçün like atmağı və kanala aşağıdan abunə olmağı unutmayın. Videonu paylaşın. Dönər yəni dostunuza göndərin. Bu videoda həm qarnım doydu, həm bir dənə saat qabaqdayam. Öpürəm.